Fərmanın əsas məqsədi qeyri-neft sektorunun ixrac potensialını artırmaq, sahibkarların logistika xərclərini azaltmaq və məhsulların xarici bazarlarda rəqabət qabiliyyətini yüksəltməkdir. Sənədə əsasən dəmiryolu, hava, dəniz və Azərbaycan qeydiyyatlı avtomobil nəqliyyatı ilə həyata keçirilən daşımalar üzrə xərclərin 70%-i dövlət tərəfindən subsidiya olunacaq. Xarici qeydiyyatlı avtomobillərdə daşınmalarda isə bu göstərici 50% təşkil edəcək. Həmçinin Naxçıvanda istehsal olunan məhsulların ölkənin digər ərazilərinə daşınması üçün çəkilən nəqliyyat xərclərinin 70%-nin ödənilməsi nəzərdə tutulur. Bu mexanizmin 2026-cı ilin sentyabrından tətbiqinə başlanacaq. Bu ölkənin ixrac imkanlarına ciddi təsir edəcəkdir və yük daşımalarda rəqabətlilik və daha yaxşı şərtlərin təmin olunmasına və ölkənin qeyri-neft sektoruna və sahibkarların qeyri-neft sektoru ixracatına ciddi imkanlar yaradacaqdır. Və digər tərəfdən bu həmçinin yerli istehsal olunan məhsulların həm daxili bazara, həm xarici bazara çatdırılmasında logistika xərclərinin azalmasına, yük daşımaların xərclərinin azalmasına və son nəticədə məhsulların maya dəyərinin azalmasına imkan verəcəkdir ki, bu da həmin məhsulların rəqabətlik qabiliyyətini artıracaqdır. İqtisadçılar hesab edirlər ki, qərar xüsusilə qeyri-neft ixracatçıları üçün yeni imkanlar yaradacaq. Onların fikrincə, logistika xərclərinin azalması həm daxili bazarda, həm də xarici bazarlarda Azərbaycan məhsullarının mövqeyini gücləndirəcək. Ölkə prezidentinin ixracı stimullaşdırılması istiqamətində verildiyi bu fərman əslində mən deyərdim ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi baxımından inqilabi fərmandır. Hətta qeyri-neft sektorunun inkişaf etdirilməsində yeni və uğurlu səhifə açacaq. Çünki ölkənin yerləşmə mövqeyi belədir ki, Azərbaycanın okeana çıxışı yoxdur. Azərbaycanın ətrafı ölkələrinə baxanda həm şimalda Rusiya, cənubda İran, qərbdə Ermənistan, bunların hamısı müxtəlif sanksiyalara məruz qalan və dünya ticarətində aktiv iştirak eləsələr də problemli ölkələrdir. Yəni, dünyanın ən çox sanksiyalanan ölkələri Rusiya və İrandır. Yəni, bu baxımdan ölkəmizin coğrafiyası yerli istehsalın formalaşmasına və ixrac istiqamətli iqtisadiyyatın formalaşmasına mane olur. Çünki biz nə qədər də belə deyək ki, vergi güzəştləri də versək, digər güzəştləri də, kredit güzəştləri də versək, sahibkarın istehsalı təşkil etmək üçün əsas xərclərdən biri logistika xərcləridir. Çünki bir çox resurslar, material, xammal, avadanlıqlar, yarım fabrikatlar xaricdən ölkəyə idxal olunur. Çünki bir balaca ölkəyik, resursların hamısı ölkə daxilində yoxdur. Və eyni zamanda sonradan bunları istehsal edib ixrac edəndə sahibkar ciddi problemlərlə rastlaşır. Maya dəyərinin şişməsi. Ekspertlərin sözlərinə görə Azərbaycanın coğrafi mövqeyi və qlobal logistika marşrutlarında baş verən son dəyişikliklər daşınma xərclərini artırıb. Bu isə yerli istehsalçıların məhsullarının maya dəyərinə birbaşa təsir göstərir. Fərmanın diqqət çəkən istiqamətlərindən biri də Naxçıvan Muxtar Respublikası ilə bağlıdır. Sənəddə blokada şəraitində fəaliyyət göstərən Muxtar Respublikada istehsal olunan məhsulların Azərbaycanın digər ərazilərinə daşınmasının dəstəklənməsi xüsusi yer tutur. Bu addımın Naxçıvanda yeni istehsal sahələrinin yaranmasına və investisiya mühitinin yaxşılaşmasına töhfə verəcəyi gözlənilir. Bəzi sahələr var ki, məhsulun maya dəyərinin 30-40%-in logistika xərcləri təşkil edir. Yəni, ölkənin coğrafiyası xərclərin bu qədər çox olmasına gətirib çıxarır. Son dövrlər, ümumiyyətlə bu müharibələr, Hörmüz boğazı ətrafında, Qırmızı dəniz ətrafında olan müharibələr həm enerji daşıyıcılarının qiymətini qaldırıb, həm də logistika xərclərinin kəskin bağlaşdırıb və yerli istehsal üçün uğursuz vəziyyət yaradıb. Bu baxımdan indiki fərman, hansı ki, həm Azərbaycanın əsas ərazisində, həm Naxçıvana münasibətdə isə xüsusi şərtlərin formalaşması, yəni daxili daşımada Naxçıvana subsidiyanın verilməsi ona gətirib çıxaracaq ki, həm ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində ciddi addımı atılmış olacaq. Həm də eyni zamanda Naxçıvan müəssisələrinin, Naxçıvanda formalaşan istehsalın ölkənin əsas ərazisinə məhsul satmaq imkanı rahatlaşacaq. Hazırda Naxçıvanda istehsal olunan bir sıra məhsullar logistika səbəbindən ölkənin əsas bazarlarına daha yüksək qiymətlə çıxır. Yeni subsidiya mexanizmi bu fərqin azalmasına və məhsulların daha əlverişli qiymətlərlə bazara təqdim edilməsinə imkan yarada bilər.
Naxçıvandan gələn bir sıra ərzaq məhsulları var ki, məlum səbəblərdən, logistika xərcləri səbəbindən kəskin bahalaşıb. Və vətəndaşlar da təbii ki, indi misal üçün bir sıra mineral su vasitələri və yaxud və s. müqayisəli şəkildə bahadır. Çünki niyə? Daha uzaq məsafədən və daha baha gəldiyinə görə məcbur bahalaşmış olur və bu bahalaşmada sonda Naxçıvanda qurulan istehsalların rəqabət qabiliyyətliyin aşağı düşür. Nəinki ölkə xaricinə satmaq imkanları, eyni zamanda elə Azərbaycanın öz ərazisindən satanda da bu sahibkarlar ciddi problemlərlə rastlaşırlar. Çünki rəqib məhsullar daha ucuz təqdim olunur. Bu baxımdan tətbiq olunan güzəştlər həm Naxçıvandan xaricə ixracın stimullaşmasına gətirib çıxaracaq. Eyni zamanda da Naxçıvandan Azərbaycana, Bakıya, Bakı bazarına, Abşeron bazarına belə deyək. Çünki ölkənin belə pərakəndə ticarət dövriyyəsinin 75-80% burada formalaşır və əhali iqtisadiyyat buradadır. Bu baxımdan da Naxçıvandan həm də Abşeron yarımadasına və Azərbaycanın digər ərazilərinə məhsulların satılması daha əlverişli olacaq. Mən əminəm ki, bu 2027-ci ildən biz bu fərmanın təsirlərini hiss eləyəcəyik. Qeyd edək ki, fərman 2026-cı ilin sentyabrın 1-dən qüvvəyə minəcək və ixracla yanaşı Naxçıvandan ölkənin digər ərazilərinə daşınan qeyri-neft məhsullarına da şamil olunacaq. Hökumət yaxın aylarda dəstəyin tətbiqi mexanizmlərini və şamil ediləcək məhsulların siyahısını müəyyənləşdirəcək. Rahim Mirzəcan, xanım Rüstəmzadə, Elşad Heydərov, NTV Xəbər, Bakı.